Mövzu 4. Manna dövləti. Eradan əvvəl 2-ci minilliyin ikinci yarısı, 1-ci minilliyin başlanğıcında Azərbaycanda yaşayan tayfaların birləşməsi prosesi gücləndi, tayfa ittifaqlarının yaranması davam etdi. Bu isə təsərrüfatın inkişafına, ticarət əlaqələrinin də genişlənməsinə səbəb oldu. Burada demək istəyir ki, Azərbaycanda yaşayan tayfalar tək-tək yox, artıq birləşərək böyük qruplar, yəni tayfa ittifaqları yaratmağa başladılar. Yəni, kiçik tayfalar güclənmək və özlərini qorumaq üçün birləşirdilər. Tayfalar birləşdikcə onların həyatı daha da inkişaf etdi. Bu birləşmə ticarətin və təsərrüfatın yaxşılaşmasına, həmçinin tayfalar arasında ticarət əlaqələrinin genişlənməsinə səbəb olurdu. Azərbaycanın cənubunda, Urmiya gölünün ətrafında yaşayan tayfalar birləşib Manna dövlətini yaratmışdır və bu dövlətin yaranmasında aşağıdakı amillər səbəb olmuşdur. 1. Sosial-iqtisadi inkişaf, qonşu ölkələrlə əlaqələrin genişlənməsi, Aşşur və Urartu kimi dövlətlərin işğalçılıq siyasəti. Sosial-iqtisadi inkişaf dedikdə, bir ölkədə və ya cəmiyyətdə yaşayış səviyyəsinin, təsərrüfatın, ticarətin və insanların rifahının yaxşılaşmasını nəzərdə tutur. Burada iqtisadi inkişaf, məhsul istehsalının artması, ticarətin genişlənməsini nəzərdə tutur. Sosial inkişaf isə insanların həyatının yaxşılaşması, yaşayış səviyyəsinin yüksəlməsini nəzərdə tutur. Bu amillər Mannada dövlətin yaranmasına səbəb olmuşdur. Mannalılar Lulubi, Kuti, Su, Turukki tayfalarının varisləri sayılırlar. Eradan əvvəl 2-ci minilliyin sonu, 1-ci minilliyin əvvəllərində Mannanın Bara, Kilzan, Buştu, Andiya, Messi, Subi, Ziketu və Kizilbunda vilayətləri var idi. Urmiya gölünün ətrafında yaranan bu vilayətlər Eradan əvvəl 11-9-cu əsrdə hər biri müstəqil siyasət yürüdən siyasi qurumlara çevrilmişdilər və hər bir vilayətin öz başçısı, mərkəzi və şəhər qalası var idi. Aşşurlar Manna hakimlərini tayfa başlarından fərqləndirmək üçün Şarrani, yəni hökmdar adlandırırdılar. Burada diqqət edirik, hakimləri, hökmdarları Şarrani adlandırırdılar. Eradan əvvəl 9-cu əsrdə Mannanın hər bir vilayətinin ayrı-ayrı müstəqil hakimlər tərəfindən idarə olunmasının nəticəsində xarici hücumların qarşısını almaq mümkün olmurdu. Bu da Mannanın müdafiə qabiliyyətini zəiflədirdi və bu zəifləmədən də istifadə edən Aşşur və Urartu Mannanın vilayətlərini ələ keçirməyə çalışırdı. Bu vilayətlərin hər biri Aşşur və Urartuya qarşı tək başına mübarizə aparırdı ya da məğlub olub onlara xərac ödəyirdilər. Mannanın ən böyük və ən güclü vilayəti Zamua vilayəti olmuşdur ki, əvvəllər bu vilayətin ərazisində Lulubilər yaşayırdılar və Manna dövləti yaranandan sonra da bu ərazilər Lulubilər ölkəsi adlandırılmışdır. Torpaqları isə Zamua vilayətinin Urmiya gölündən Kiçik Zab çayına qədər genişlənmişdir. Buna biz xəritədə baxsaq, burada təxmini olaraq Urmiya gölündən bu hissələrə, burada Kiçik Zab çayı var ki, İran körfəzinə yaxın bir ərazidə yerləşirdi. Bax, bu çaya qədər olan ərazilərə qədər genişlənmişdi Zamua vilayəti. Mannanın Zamua vilayətinin hakimlərinin səyi nəticəsində, burada diqqət edirik, Zamua vilayətlərinin hakimlərinin səyi nəticəsində vilayətlər birləşmiş və Manna dövləti yaranmışdır. Azərbaycanın cənub hissəsinin Mesopotamiya ilə də yaxın olması Manna dövlətinin yaranmasına təsir göstərmişdir. Manna dövlətinin yaranması adlı yarımbaşlıqdan başlayırıq. Azərbaycanın ilk və ən qədim dövləti olan və mərkəzləşmiş, baxın, diqqət edirik, mərkəzləşmiş deyil, yəni bir mərkəzdən idarə olunan dövləti, Manna dövləti eradan əvvəl 9-cu əsrdə Urmiya gölünün ətrafında yarandı və paytaxtı da İzirtu şəhəri olmuşdur. Mannanın adına ilk dəfə eradan əvvəl 843-cü ildə Aşşur hökmdarı 3-cü Salmanasarın Mexi yazılı kitabəsində rast gəlinmişdir və bu kitabədə Manna tayfasının adı çəkilmişdir, ancaq qarət və talan haqqında heç bir məlumat verilmirdi. Eradan əvvəl 829-cu ildə 3-cü Salmanasarın sərkərdəsi, bax burada diqqət edirik, artıq sərkərdəsindən gedir söhbət, hücum zamanı ilk dəfə Manna hökmdarı Udakinin adı çəkilmişdir. Baxın, burada ilk Manna hökmdarından da söhbət getmir, sadəcə ilk dəfə Manna hökmdarı, yəni Udakinin adı çəkilmişdir. Mən
Mannalı Udakinin məskənlərinə yaxınlaşdım deyirdi. Kitabədə hökmdar şəhəri İzirtunun da adı çəkilir. Hökmdar şəhəri hansıdır desə, deməli biz İzirtunu götürməliyik. Eradan əvvəl 9-cu əsrin sonlarında Aşşur və Urartu dövləti Manna torpaqlarını ələ keçirmək uğrunda bir-biri ilə kəskin mübarizə aparırdı. Eradan əvvəl 9-cu əsrin sonlarında Urartu Mannanın Urmiyanın cənub-qərbində yerləşən Gilzan vilayətini, hansı vilayətini? Gilzan vilayətini tutur və eradan əvvəl 8-ci əsrin birinci yarısında Urartunun Manna yürüşləri daha da artırdı. Deməli, eradan əvvəl 9-cu əsrin sonunda Gilzan vilayətini Urartu tutacaq, 8-ci əsrin birinci yarısında isə Urartunun Mannaya olan yürüşləri daha da artacaqdı. Amma bu zaman Manna təslim olmur, inadla müqavimət göstərir və hətta imkan düşdükcə cavab zərbələri də endirirdi. Urartuya qarşı aparılan müharibələr Mannanın özünü dövlət kimi tanıtmasına və qüvvətlənməsinə də səbəb olmuşdur. İndi baxırıq Manna dövlətinin idarə etmə sistemi. Manna ictimai quruluşuna görə quldar, siyasi quruluşuna görə isə monarxiya olmuşdur. Quldar ictimai quruluş nə deməkdir? Cəmiyyətdə qul və sahibləri var idi, qullar işləyirdi, sahibləri onları idarə edirdi. Siyasi quruluşuna görə monarxiya olması isə, yəni idarə etmənin bir nəfərin, padşah, şah və s. bir nəfərin əlində olması demək idi. Yəni, bu dövlətdə insanlar bərabər deyildi və ölkəni bir hökmdar idarə edirdi. Hökmdar hakimiyyəti əvvəllər qəbilə tayfa başçılarından yaranmışdı. Yəni, qəbilə və tayfalar öz hakimiyyətlərini genişləndirirdi, bütün vəzifələri əllərinə keçirib, hökmdar vəzifəsinə gəlib çıxmışdılar. Eradan əvvəl 8-ci əsrdən hökmdarın hakimiyyəti irsi keçməyə başlayır. Eradan əvvəl 8-ci əsrdən mərkəzləşdirilmiş qaydada idarə olunmağa başlayır. Daxili və xarici siyasət, ordu tamamilə hökmdarın əlində olmuşdur. Hökmdarın yanında məsləhətçi orqan Ağsaqqallar Şurası da fəaliyyət göstərirdi. Deməli, Ağsaqqallar Şurasının mövcudluğu Mannanın dövlətinin İbtidai icma cəmiyyətindən sinifli cəmiyyətə yenicə keçdiyini də göstərir. Vilayətlərə hökmdarın təyin etdiyi canişinlər idarə edirdi. Dövlət siyasəti daha çox Aşşur dövlətinə yaxın idi və Manna dövlətinin yaranmasının da əhəmiyyəti var idi ki, Azərbaycan xalqına dövlətçilik ənənələrini miras qoymuş ilk dövlət Manna dövləti olmuşdur və sonrakı mərhələlərdə də yaranan digər dövlətlərimiz üçün də deməli Manna dövləti örnək olmuşdur. İndi İranzunun hakimiyyət illərinə baxırıq ki, eradan əvvəl 740 və 719-cu illərdə hakimiyyətdə olmuşdur. Mannanın güclənməsində böyük rolu olmuşdur İranzunun və o hakimiyyətə gələn zaman onun qarşısında iki vəzifə dayanırdı ki, birinci məsələ Manna vilayətlərini birləşdirib mərkəzi hakimiyyəti gücləndirsin ki, bu da İranzunun daxili siyasətinin əsasını təşkil edirdi. İkinci məsələ isə Mannaya xarici hücumların qarşısını almaq olmuşdur. Ölkənin təsərrüfatını, iqtisadiyyatını tənzimləmək, vahid xarici siyasət yürütmək üçün mərkəzləşdirilmiş idarə sistemi yaradılmalı idi. Lakin Manna dövləti yarandıqdan sonra bir sıra vilayət hakimlərinin müstəqilliyini saxlaması onun mərkəzləşdirmə siyasətini deməli çətinləşdirirdi. İranzunun daxili siyasəti. Deməli, daxili siyasətinə əsasən mərkəzləşdirmə siyasəti yürütdü. Mannada mərkəzləşdirilmiş idarə sisteminin yaradılmasını məcbur edirdi bu səbəblər. 1. Ölkənin təsərrüfatını və iqtisadiyyatını tənzimləmək. 2. Vahid xarici siyasət yürütmək üçün. Manna vilayətlərini tabe edərək onları hakimiyyətin dayağına çevirmək üçün İranzu canişinlik sistemi yaratdı. Azərbaycanın bütün cənub torpaqlarını özünə birləşdirdi. Manna vahid mərkəzdən idarə edilən dövlətə çevrildi. Baxın, burada diqqət edilir ki, Azərbaycanın bütün cənub torpaqlarını özünə birləşdirmişdi. Mannanın ərazisi İranzunun dövründə şimalda Araz çayına, cənubda Parsua və Midiya hüdudlarına qədər gəlib çatırdı. İndi ümumiləşdirsək, İranzunun daxili siyasətinə əsasən mərkəzləşdirmə siyasəti yürüdüldü, canişinlik sistemi yaradıldı və Azərbaycan bütün cənub torpaqları Manna dövlətinin tərkibinə qatıldı. Bununla da Mannanın ərazisi şimalda Araz çayından, cənubda Parsua və Midiya hüdudlarına qədər gəlib çatmış oldu. İndi İranzunun daxili siyasətinə baxırıq. Daxili siyasətinə əsasən Urartunun zəifləməsindən istifadə edərək vilayətlərini geri aldı. Manna Urmiya gölü hövzəsində və qədim şərqdə qüdrətli dövlətə çevrildi. Aşşur dövlətinin siyasi üstünlüyünü tanıdı və ona xərac verdi. Aşşur ilə Manna arasında müttəfiqlik, baxın diqqət edin, müttəfiqlik
ikili münasibətləri yarandı. Mannanın xarici siyasətində Aşşur dövlətinə meyl etməsinin səbəbləri var idi ki, bu səbəblərin nəticəsində Manna Urartu işğalına xilas olur, Mannanın birləşməsi üçün şərait yaranırdı. İranzun xarici siyasətini ümumiləşdirsək, Urartun zəifləməsinə istifadə etdiyi vilayətlərini geri aldı, Qədim Şərqdə qüdrətli dövlətə çevrildi, Aşşur dövlətinin siyasi üstünlüyünü tanıyıb ona xərac ödədi və Aşşurla müttəfiq münasibətləri yaratdı və bu müttəfiq münasibətlərin nəticəsində də Manna Urartu işğalından xilas oldu və Mannanın birləşməsi üçün də şərait yarandı. Mannanın Urartu meyilli hakim və canişinləri var idi ki, bu canişinlər vilayəti vahid dövlətdə birləşdirməyə mane olurdular və ölkənin parçalanmasına, işğalına şərait yaradırdılar. Urartu ilə mübarizə eradan əvvəl 735-ci ildə Aşşurun qələbəsi ilə başa çatır və bu qələbədə həlledici rolu Manna etmişdir. Bundan sonra Urartu Mannaya qarşı artıq açıq hücuma keçməyə cürət etmirdi. Urartu hökmdarı 1-ci Rusa vilayət hakimlərini İranzunun əleyhinə qaldırmaqla Mannanı daxilən zəiflətməyə çalışırdı və 1-ci Rusanın təsiri ilə əvvəlcə Zikertu, ardınca isə bir neçə vilayət Mannadan ayrıldı. Aşşur hökmdarı 2-ci Sarqonun Mannaya eradan əvvəl 719-cu il yürüşündən danışırıq. Deməli, eradan əvvəl 719-cu ildə Mannada Şandahol və Durduqqa şəhərlərində üsyan baş verirdi ki, bu üsyanı Urartu meyilli Manna canişinləri mərkəzi hakimiyyətə qarşı qaldırmışdılar. Bu zaman Mannada öz mövqeyini gücləndirmək istəyən 2-ci Sarqon da Manna ilə ittifaqına sadiq qalır. Bax, biraz əvvəl biz demişdik ki, Aşşur Manna ilə müttəfiq münasibətləri qurmuşdu. Bax, bu müttəfiq münasibətlərə əsasən, deməli, ittifaqa sadiq qalır və üsyanı yatırmaqda İranzuya köməklik edirdi. Üsyançı şəhərləri və vilayətləri dağıdaraq əhalinin də bir hissəsini Aşşura köçürmüşdü. Ərazi və şəhərləri İranzunun hakimiyyətinə qaytarmışdı. Belə bir gərgin zamanda İranzu vəfat etdi və hakimiyyətə böyük oğlu Aza gəldi. Azanın hakimiyyəti eradan əvvəl 718-716-cı illərdə deməli olmuşdur. İranzunun Aşşura meyilli siyasətini oğlu Azada davam etdirmişdir. Ölkədə sabitlik yaratmaq, mərkəzi hakimiyyəti möhkəmləndirmək səyləri heç bir nəticə vermir. Və eradan əvvəl 716-cı ildə Uaşuş, yəni indiki Səhənd dağının ətrafında olan döyüşdə Urartu tərəfinə keçmiş canişinlər tərəfindən sui-qəsdlə Aza öldürülür. Azanın ölümündən istifadə edən 1-ci Rusa Mannanın şimal və şimal-qərb vilayətlərini qarət etdi, 22 Manna qalasını ələ keçirdi. 1-ci Rusanın köməyi ilə Mannada Ulusunu hakimiyyətə gəldi. O, eradan əvvəl 716, eradan əvvəl 680-ci illərdə hakimiyyətdə olmuşdur. Ulusunu çıxılmaz vəziyyətdə qalıb Urartu meyilli qüvvələrin tərəfinə keçir və 1-ci Rusanın təsiri ilə Aşşurla olan ittifaqı da pozur. Eləcə də 22 Manna qalasını Urartuya keçməsi ilə razılaşırdı. Bu zaman 2-ci Sarqon Aşşur hökmdarı Mannaya eradan əvvəl 716-cı il yürüşünü edir. 2-ci Sarqonun Mannaya yürüşünün səbəbləri Ulusununun Aşşur ilə ittifaqdan çıxaraq Urartu ilə yaxınlaşması idi. Digər səbəbi isə Urartunun Aşşurun Urmiya hövzəsindəki mövqeləri təhlükə yaratması idi. 2-ci Sarqon Mannaya 716-cı il yürüşünün nəticəsi var idi ki, nəticəyə əsasən Sarqon paytaxtı, yəni Mannanın paytaxtı İzirtunu və bir neçə Manna şəhərini tutaraq yandırdı. Urartu meyilli qüvvələr məğlub edildi. 2-ci Sarqon Aşşur dövlətinin ağalığını tanımaq şərti ilə Ulusunu hakimiyyətdə saxladı. Manna torpaqlarının da idarəsini Ulusunuya tapşırdı. Bu hadisədən sonra Ulusunu Aşşura sədaqətini bir daha pozmadı. 2-ci Sarqonun yürüşlərindən sonra 1-ci Rusa təcavüzdən yenə əl çəkmirdi və Mannanın bəzi canişinlərini mərkəzi hakimiyyətə qarşı tabelikdən çıxmağa çalışırdı. Və bu zaman ölkədə xalq üsyanları baş verir. Belə olanda 2-ci Sarqon Ulusu ilə ittifaqa sadiq qalır və Rusiyaya yürüş edir. Həmin ildə 715-ci ildə eradan əvvəl 2-ci Sarqon 1-ci Rusa arasında döyüş baş verəcəkdi ki, 1-ci Rusa məğlub olaraq döyüş meydanından qaçırdı. Lakin ölkədə yenə də tam sabitlik yaranmadı, daxili çəkişmələr yenə də davam etdi. Burada növbəti ildə eradan əvvəl 715-ci ildə ki, yürüşündən danışılır. 2-ci Sarqonun Manna yürüşü daha deyil müsbət nəticələr verdi və 2-ci Sarqonun təntənəli kitabəsində bu haqda bizə məlumat verilmişdir. İndi 2-ci Sarqonun ən uğurlu yürüşündən danışırıq ki, eradan əvvəl 714-cü il yürüşü ən uğurlu yürüşü olmuşdur. Eləcə də ən böyük yürüşü deyə bilərik.
Bu yürüşdə Manna, Midiya və başqa ölkələrə də yürüş etmişdir. Bu yürüşün Manna üçün 3 məqsədi var idi. Birincisi, Mannanın Urartu təcavüzündən qorumaq, Mannada Aşşur dövlətinin mövqeyini möhkəmləndirmək, Aşşurun xəzinəsinə vaxtı-vaxtında xəracın ödənilməsini də təmin etmək oldu. Aşşur Manna ilə eradan əvvəl 714-cü ildə Sirdaqqa şəhərində müqavilə bağlayır və müqavilənin şərtinə əsasən Manna Aşşur xəzinəsinə xərac ödəməli idi, Aşşurun işğal olunmuş Manna ərazilərini azad etməli idi. Eradan əvvəl 714-cü il yürüşü zamanı ulusunu, 2-ci Sarqonun ordusunu ərzaqla təchiz edərək ondan Urartu təcavüzünə son qoymaq istəyir. 2-ci Sarqon da verdiyi vədi həyata keçirir və 2-ci Sarqonla 1-ci Rus arasında döyüş baş verir ki, bu döyüşün nəticəsində də 1-ci Rusa və ona köməklik edən yerli canişinlər məğlub olunurlar. Mannanın Urartu tərəfindən tutulmuş, diqqətli oluraq, bütün vilayətləri azad olunur. Nə vaxt? Eradan əvvəl 714-cü ildə. Bu məğlubiyyətlərdən sonra 1-ci Rusa da özünü öldürürdü. İndi biz bayaq eradan əvvəl 715-ci ildə Sarqonla Rusa arasında deməli döyüşdən danışdıq ki, bu döyüşdə də Rusa məğlub olmuşdu və döyüş meydanından qaçmışdı. 714-cü il yürüşündə məğlub olur və bundan sonra 1-ci Rusa özünü öldürür. 2-ci Sarqon Urartunun bir çox vilayətlərini talan edirdi və ümumilikdə biz bayaq 2-ci Sarqonun 714-cü il yürüşünün məqsədindən danışdıq. Burada imzalanan müqavilədən danışdıq. İndi isə bu yürüşün nəticəsindən danışırıq ki, Urartu dövləti zəifləyir və bir daha Mannanın daxili işlərinə qarışa bilmir. Manna ərazilərini daha genişləndirir və əvvəllər Urartu tərəfindən Urmiya gölündən şimaldakı əraziləri öz hakimiyyətinin altına yenidən alır. Bütün vilayətlər vahid mərkəz ətrafında birləşdirilir. Eradan əvvəl 714-cü il yürüşü zamanı ulusunu qələbə münasibəti ilə 2-ci Sarqonun şərəfinə deməli yazılı abidə qoydurdu. Ulusunudan sonra hakimiyyətə eradan əvvəl 675, eradan əvvəl 650-ci illərdə Ahşeri gəlir və Ahşerin hakimiyyəti dövründə bunu əsrə çevirəndə eradan əvvəl 7-ci əsrin 1-ci yarısında olur və Ahşeri türk mənşəli Kimmer İskit Sat tayfalarını ölkənin şimalında məskunlaşmasından istifadə edir və Manna ilə Aşşur arasında olan ittifaqı pozur, Mannanı müstəqil edir. Manna Midiyada Aşşurun əleyhinə qalxan üsyanlara kömək edir, hətta onun müttəfiqləri ilə birlikdə məğlub edir və deməli Aşşurları Midiyadan qovurlar. Manna İskit şahlığı ilə də ittifaqa girərək Aşşur torpaqlarına hücum edirlər. Burada bir mənbə var. Mənbəyə baxırıq ki, Mannanın Aşşur dövləti ilə müttəfiq münasibətləri ölkənin ərazi bütövlüyünü saxlamış və işğalçılıq hücumlarından deməli qorumuşdu ki, biz bayaq dedik ki, əvvəllər Manna Aşşurla müttəfiq münasibətlər saxlayırdılar, amma lakin eradan və 7-ci əsrin 1-ci yarısından Ahşerinin dövründən Mannanın ərazisinə gələn Kimmer, İskit və Sak tayfaları ilə birləşib Aşşurun tabeliyindən çıxır və tam müstəqil olurdu. Aşşur mənbələrində Ahşerinin İskit hökmdarı İşbaka ilə müttəfiq olduğu da göstərilirdi. Baxın, Aşşur mənbələrində deyir burada. Sonra Ahşerinin hakimiyyəti dövrünə təsadüf edən Aşşur hökmdarlarının öz tanrılarına ünvanladığı sorğulardan biri var idi ki, Aşşur rəisləri deyirdi ki, Midiya ölkəsinə xərac toplamağa gedəndə Mannalılar onlara hücum edəcəklərmi? Bu da Solman Qaşqayın Manna dövləti deməli əsərinə aiddir. Eradan əvvəl 650-ci ildə Aşşur hökmdarı Aşşurbanipal Ahşerinin Aşşur ilə ittifaqını pozduğu üçün İskitlərin bir tərəfliyinə nail olub Mannaya hücum edir. Yəni eradan əvvəl 650-ci ildə Aşşurun hökmdarı Aşşurbanipal İskitlərin bir tərəfliyinə nail olur. Niyə bir tərəfliyinə nail olur? Çünki Manna İskitlərlə müttəfiq idi. İskitlərin bir tərəfliyinə nail olur, ondan sonra Mannaya hücum edir. Və həmin ildə tərəflərin arasında döyüş baş verir ki, bu döyüşün nəticəsində Aşşurlar bir sıra Manna vilayətlərindəki şəhər və qalaları, o cümlədən də paytaxt İzirtu şəhərini dağıdıb yandırır və talan edir. Manna əhalisi və mal qarasının bir qismini də qənimət kimi aparırdı. Eradan əvvəl 650-ci ildə Ahşerinin siyasətindən narazı qalan Aşşur ilə ittifaq tərəfdarları Ahşeriyə qarşı üsyan qaldırır və xalq üsyanı nəticəsində də Ahşeri öldürülürdü. İndi Manna dövlətinin süqutuna baxırıq ki, Ahşeridən sonra onun oğlu Ualli hakimiyyətə gəlir eradan əvvəl 650-630-cu illərdə və Aşşurla olan ittifaqı yenidən bərpa edildi. Manna ilə Aşşur münasibətləri və yenidən yaxşılaşdırıldı. Aşşur ilə Manna arasında
Bəzən hərbi münaqişələr baş versə də, baxın diqqətli olun, bəzən hərbi münaqişələr baş verirdi. Amma onlar əsasən müttəfiq münasibətlər saxlayırdılar. Müttəfiqlər birlikdə Urartu, Babil və Midiya dövlətinə qarşı da mübarizə aparırdılar. Amma Manna dövləti eradan əvvəl 7-ci əsrin sonunda xarici siyasətdə səhvə yol verərək Aşşurun yanında olur. Yəni bu dövrdə güclü dövlətlər olan Midiya və Babil dövlətinə qarşı Aşşurla ittifaq olub onlarla müharibə aparırdı. Və ona görə də Midiya və Babil Mannaya öz düşmənləri kimi baxırdılar. Deməli, Mannanın xarici siyasətdəki səhvi, yəni o dövrün qüdrətli dövlətləri olan Midiya və Babil dövlətinin yanında olmaması onun süqutunu gətirib çıxardı. Midiya eradan əvvəl 590-cı ildə tarix səhnəsinə tək qalmış Manna dövlətini özünə tabe etdi və bununla da Mannanın müstəqil dövlətçiliyi sona çatdı. İlk vaxtlar Manna Midiyanın deməli kiçik müttəfiqi kimi çıxış edirdi, lakin sonra Midiya Manna torpaqlarının tam hakimi oldu. Yəni tamamilə özü bu torpaqlarda hakim olur. Mannanı süqut etdiyi ildə onun müttəfiqi olan İskit padşahlığı Midiya ilə rəqabətə tab gətirə bilməyərək süqut edirdi. Burada Manna hökmdarlarının adları və hakimiyyət illəri qeyd olunub. İndi biz Mannanın təbiəti və əhalisi, təsərrüfatı, mədəniyyətinə baxırıq. Mannanın təbiəti, Manna dağlıq ölkə idi, suvarma üçün yararlı çoxlu çayları var idi. Əhali, məhsuldar çay vadilərində daha sıx məskunlaşırdı. Düzən və dağətəyi yerlərin əhalisinin əsas məşğuliyyəti də əkinçiliyi idi. Faydalı qazıntılar olan dəmir, mis, gümüş, qızıl, qurğuşun və s. zəngin idi. Mannanın əhalisi əsasən türk mənşəli oturaq həyat sürən tayfalardan ibarət idi. Bax, diqqət edin. Mannanın əhalisi türk mənşəli idi və oturaq həyat sürürdü. Kuti, Lulubi, Turukki, Su tayfalarının varisləri hesab olunurdular. Niyə? Çünki onların torpağında, yəni onların yaşadığı ərazilərdə Manna dövləti yaranmışdı. Həmin torpaqlarda yaranan dövlət olmuşdu. Əhalinin sosial təbəqəsindən 1-ci əyanlar, 2-ci sənətkarlar, 3 kəndlilər, 4 qullar daxil idi. İndi Mannanın təsərrüfatına baxırıq ki, təsərrüfatda maldarlıq, əkinçilik, sənətkarlıq əsas yer tutur, torpağı xışla şumlayır, taxılı da dəmir oraqla biçirdilər. Dövlətdə yaxud hökmdara məxsus, həm dövlətə, həm də hökmdara taxıl anbarları var idi ki, onlara məxsus idi. Dövlət anbarlarından quraqlıq və aclıq vaxtı əhaliyə paylanılırdı. Baxın, görürsünüz, dövlətin anbarlarından gedir söhbət və açılıq da geniş yayılmışdı. Subi vilayəti öz at ilxıları ilə də məşhur idi. Atdan hərbi işlə, dəvədən isə təsərrüfatda istifadə olunurdu. Deməli, Mannanın malqara saxlanan xüsusi vilayətləri var idi ki, bunlardan biri də Sangubuti vilayəti idi ki, Bara adlanan yerdə yerləşirdi və burada hökmdarın malqarasının və süvari dəstələrinin atları saxlanılırdı. Həmçinin burada taxıl anbarları da yerləşirdi. Subi vilayətində bəslənən atların tayı bərabəri yox idi. Baxın, diqqətli oluruq. Aşşurlar buranı İlxi evi adlandırırdılar. Gilzan, Zamua, Messi, Gizilbunda vilayətləri Aşşurlara vergi kimi qoşqa atları da bəxş etmişdilər. Mannada sənətkarlığın, toxuculuq, boyaqçılıq, xüsusilə də metan işləmə sahələri inkişaf etmişdir ki, bu Cənubi Azərbaycanda yerləşən Həsənli və Ziviyə yaşayış məskənlərinin əsasında öyrənilirdi. Eradan əvvəl 9-8-ci əsrlərdə Mannada sənətkarlığın, xüsusilə də metal işləmənin inkişafına aşağıdakı amillər kömək etmişdi ki, Mannanın ərazisinin dəmir filiz ilə zəngin olması idi, ərazisində qiymətli daş yataqlarının mövcud olması olmuşdur. Manna memarlığına baxdıqda isə memarları müdafiə qalaları, şəhər qalaları tikirdilər. Həsənli qala şəhərində ictimai binalar və məbədlər də tikilmişdir. Paytaxt İzirtuda isə və başqa şəhərlərdə də qala divarları ilə deməli əhatə olunmuşdur. Deməli, Manna təsviri sənətinin 2 nümunəsi aşkar edilmişdir. 1. Həsənlidən tapılmış qızılcam idi ki, üzərində əfsanəvi səhnə təsvir olunmuşdur. 2 isə Ziviyədən tapılmış qızıl və gümüş qədəhlər, ritonlar olmuşdur ki, buynuz formalı içki qabı ritonlar adlanır. Qədim Romada da ritonlar mövcud olmuşdur. Bu da Qədim Roma ilə Mannanın oxşar cəhətidir. İndi biz Həsənli və Ziviyə tapıntılarına baxırıq. Həsənli tapıntısı 1. Qızıl camı idi ki, bu qızıl cam Mannalıların dini görüşlərini əks etdirirdi. Camın üzərində döyüş arabası və üstündə də 3 tanrı, günəş, ay, külək və yağış, yəni tufan tanrıları təsvir olunmuşdur. Bundan başqa Həsənlidə parça qalıqları da tapılmışdır ki, bu da Mannalıların toxuculuqla məşğul olduğunu, toxuculuqda qoyun yunundan və keçi qəzlindən istifadə edildiyini göstərirdi.
İri şərab küpləri var idi ki, burada o da üzümçülüyün inkişaf etdiyini göstərirdi. Dediyi Həsənli tapıntılarına buradan qızılcam tapılmışdır, parça qalıqları və iri şərab küpləri tapılmışdır. Bir də Həsənli qala şəhərində də ictimai binalar və məbədlər tikilmişdir. İndi ikinci ziviyyə tapıntılarına baxırıq ki, burada gümüş sini tapılır ziviyədə, üzərində həkk edilmiş bir çox işarələr. Bu Mannada yerli əhalinin yazı tipinin, yəni hieroqlif yazının olduğunu göstərirdi. Yəni gümüş sini burada olan yazının hieroqlif yazı olduğunu təsdiq edirdi. Digəri isə ritonlardır ki, ritonlar qızıl və gümüş qədəhləri idi. Dağ keçisi və ceyran başı formasında olmuşdur. Ümumilikdə Həsənli və Ziviyyədən tapılmış məmulatlar sənətkarlığın, metal işləmə sahəsinin yüksək inkişaf etdiyini göstərirdi. Amerika arxeoloqu Robert Dyson rəhbərlik etdiyi ekspedisiya ilə, burada diqqət ol, İranlı arxeoloqla birlikdə, yəni Robert Dyson burada tək deyildi, İranlı arxeoloqlarla birlikdə 1956-cı ildə apardıqları arxeoloji qazıntıların nəticəsində Urmiya gölünün cənub sahilində, baxın, cənub sahilində Həsənli və Ziviyyə tapıntıları, buradan dedik, qızıl və gümüşdən qılınc, sini, qədəhlər, kəmər və s. tapılmışdır. Bunları tapır və Mannada metal işləmə sənətinin yüksək inkişaf etdiyini göstərirdi. Arxeoloq da nə deməkdir? Arxeoloq qazıntı işi aparıb maddi mənbələri öyrənən alim deməkdir. Burada da şəkildə verir Robert Dyson və onun əlində qızıl camla. İndi Mannalıların dini görüşlərinə baxırıq ki, Mannalılar çox tanrılı dini xarakterləri var idi. Əhali günəşə, aya, külək və yağış tanrılarına sitayiş edirdilər və məbədlərdə tanrılarına heykəl qoyurdular. Dirlik ağacı var idi ki, burada təbiətin ölüb dirilməsini, qədim insanların axirət inamını təcəssüm etdirirdi bu dirilik ağacı. Manna əsatirlərində iki əfsanəvi varlıq mühüm yer tuturdu. Bunlardan biri Qrifon olmuşdur ki, Qrifon şir bədənli, qartal qanadlı, şir və ya qartal başlı canlı idi. İkincisi isə Sfinks idi ki, şir bədənli, insan başlı əfsanəvi varlıq. Sfinksin olması Mannanın Misirlə oxşarlığı olmuşdur. Bir də Ziviyyədən tapılmış ritonlar da onun qədim Roma ilə oxşarlıq, yəni oxşar cəhətinin olmasını bizə göstərir. Bir də bundan əlavə Mannalılar öz tanrılarını qanadlı təsvir edirdilər. Eradan əvvəl 3-cü minillikdə qədim Azərbaycan ərazisində əhali, yəni o dövrdən hələ Lulubi, Kuti və s. onların dövründən deməli, mixi yazı ilə tanış idilər. Mannada yerli yazı növü olan hieroqlif yazı növü də olmuşdur. Yəni onlar həm mixi yazı ilə, həm də hieroqlif yazı ilə tanış idilər. Mannada yer və şəxs adları da Azərbaycan ərazisində qədim türk tayfalarının yaşadığını göstərirdi ki, Manna hökmdarlarının adları da türk sözləri ilə izah olunurdu. Azı adı türk mənşəli ağa, yəni böyük qardaş mənasını verir, ulusun isə ən böyük və əl unu mənasını verirdi.